İran Məclisi ABŞ-nin respublikadakı nüvə obyektlərinə zərbələr endirməsindən sonra Hörmüz boğazının bağlanmasını zəruri hesab edir. Yenavaz.com xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari Press TV-yə danışıb. Sitat: Parlament belə qənaətə gəlib ki, Hörmüz boğazı bağlanmalıdır. Lakin bu məsələ ilə bağlı yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verir. Statın sonu. ABŞ-nin vitse-prezidenti J.D. Vance isə NBC News telekanalına müsahibəsində deyib ki, Hörmüz boğazının potensial bağlanması İran iqtisadiyyatı üçün intihara səbəb olar. Stat: Düşünürəm ki, bu İranlıların özləri üçün intihar olardı. Yəni onların bütün iqtisadiyyatı Hörmüz boğazından keçir. Əgər onlar öz iqtisadiyyatlarını məhv etmək və dünyada tənəzzülə səbəb olmaq istəyirlərsə, məncə bu onların qərarı olacaq. Amma niyə belə etsinlər? Məncə bunun heç bir mənası yoxdur. Bunun nə onlar üçün, nə də başqaları üçün məntiqli olduğunu düşünmürəm. Statın sonu. Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarını koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə 6 ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardımançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi 2 belə bombanı daşımaq gücünə malikdir. Bundan başqa İranın İsfahan və Natans şəhərlərində yerləşən digər 2 nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ hərbi dəniz qüvvələrinin Ohio sinif sualtı qayıqlarından buraxılmış 30-a yaxın Tomahawk qanadlı raketindən istifadə olunub.